Deməli, yenə də RFO 8-ci sinifdə 7-ci sualın izahına baxaq. Deyir ki, motorlu qayıq çayın axınına qarşı hərəkət edərək T1 bərabər 2 saata, T1 bərabər 2 saata, əksinə isə, yəni axın istiqamətində T2 bərabər 1 saat zaman sərf etmişdir. Qayığın durğun sudakı sürətinin, çayın sürətinə olan nisbəti nə qədərdir? Biz bilirik ki, deməli, durğun suda qayığın sürəti, axına qarşı gedəndə qayığın sürəti, çıxılsın çayın sürəti bərabər olur ümumi, deyək ki, sürətə. Bu sürəti bizə verməyib, ona görə biz ümumi yolu S götürsək və zaman da verib də bizə 2 saat oldu S bölünsün 2. Axın istiqamətində gedəndə qayığın sürəti üstə gəlir çayın sürəti bərabər olacaq, ümumi yol yenə bölünsün zaman, S bölünsün 1. Biz bunları sistem tənliyi şəklində yazsaq, tərəf-tərəfə deməli, toplasaq, 2V qayıq bərabər olacaq 2-də 3S. Buradan da V qayığın sürətini tapsaq, V qayıq bərabər olacaq, deməli, 4-də 3S. Gətirib burada ikinci tənlikdə yerinə yazsaq, V qayığın yerinə 4-də 3S üstə gəl V çay bərabər olacaq S-ə. Deməli, buradan da biz deməli, çayın sürətini tapsaq, bərabər olacaq, deməli, çayın sürəti S 4-də 1S-ə bərabər olacaq. Və biz bunları tərəf-tərəfə bölsək, qayığın sürəti bölünsün çayın sürəti, V qayığın sürəti bölünsün V çayın sürəti. Qayığın sürəti 4-də 3S, deməli, çayın da sürəti 4-də 1S oldu. S-lər ixtisar getdi, 4-lər ixtisar getdi. Cavab 3 alındı. Deməli, cavab 3 vermiş olacaq.